Salam əzizləyicilər, hər vaxtınız xeyir olsun. Mən Amin müəllim, informatika müəllimi. Bugün sizə üssü 8-də istifadə olunmuş, MİQ üzrə keçirdiyimiz üssü 8 imtahanda istifadə olunmuş informatika sualların izahını verəcəm. Başlayaq elə birinci sualdan. Nə deyirəm mən burada? Deyirəm ki, burada Sami yeni bir şifrələnmə metodu yaradır. Hər dəfə qarşısına yeni bir təzə bir söz çıxanda avtomatik olaraq onun şifrələnmə addımını bir vayd artırır. Nə demək istəyirəm burada? Məsələn, burada bizə verib ki, M, Ü, Ə, L, L, İ, M, İ, M, müəllimim. Düzdürmü? Bunu vermişəm. Soldan ilk hərfdən bir addımdan başlayıram. Hər dəfə qarşıma yeni hərf çıxanda addımı bir vayd artıracam. Bax, müəllimdir. Düzdürmü? M təzə hərfdir. Bu bir addımdan şifrələnəcək. Ü təzə hərfdir. 2 addımdan şifrələnəcək. M-nı mən şifrələmişəmsə, qarşıma harda M çıxacaqsa, birinci nə ilə şifrələmişəmsə, o addımdan şifrələnəcək. Bax, A təzə hərfdir. Ə təzə hərfdir. Düzdürmü? 3 addım alacaq. L təzə hərfdir. 4 addım alacaq. Bu biri L da avtomatik 4 olacaq. Çünki artıq var. Gəldi burada qabağımıza çıxdı İ təzə hərfdir. 5 addım olacaq. Bu da 5. Bu da 5 addımdan şifrələnməlidir. İndi baxın. M-nı bir addım atdıranda nə eləyəcək? N. Ü-nü 2 addım atdıranda, Ü buradadır. Düzdürmü? Ü-dən 2 addım atanda 1, 2. Hara gedəcək? Y-yə gedəcək. Sonra Ə-dən 3 addım atdıranda hara gedəcək? Ə durub burada. 3 addım atanda gedəcək H hərfinə. Düzdürmü? L deməli 4 addım atanda 1, 2, 3, 4. Ö olacaq. Bu da Ö olacaq. İ 5 addım atanda. İ hardadır burada? 1, 2, 3, 4, 5. Nə olacaq? M olacaq. Avtomatik M bu da M olmalıdır. Buradakı I da M olmalıdır. M-nı bayaq kodlaşdırmışıq N idi. Bu da N olacaq. Bu da N olacaq. Düzdürmü? Hansı variantdır? Cavab Y bəndi. Y bəndində cavab bizi gözləyir. İkinci sual. C2C hansı münasibət əsaslanır? Bunları biz bilməliyik. Hökumət, belə deyimsə, vətəndaş arasındakı münasibət, hökumət var, hökumət vətəndaş var. Burada mən sizə elə C2C-ni soruşuram. C2C hökumətlə vətəndaş arasındakı əlaqəni göstərir. Yəni ikinci sualın cavabı Y bəndidir. Bunu yadda saxlayın. Aşağıdakilərdən hansı fikir doğrudur? İnformasiya sistemləri. Burada bizdən konkret doğrunu soruşur. Düzdürmü? Bu sualı yazmaq üçün biz konkret olaraq həmin o informasiya sistemlərinin çertyojun, sxemini konkret bilməliyik. Aydın oldu? Onu mütləq şəkildə biz bilməliyik ki, bu suala cavab verə bilək. Başlayaq variantlara. İnformasiya sisteminin sonuncu elementi veriləndir. Yəni bunun axırı gedib belə deyim, ən axırda nə olur? Artıq qərar qəbul etmək olur. Nə olur? Artıq orada bilik çıxmalıdır ortaya. Düzdürmü? Ona görə bu səhvdir. İS-nın 3 əsas komponenti var. Xeyr, İS-nın 5-6 əsas komponentləri var. Aparatdır, proqramdır, veriləndir, insandır, prosesordur və s. Sistem ardıcıllıq, nizam, əlaqə bildirən Yunan mənşəlli sözlərdən ibarətdir. Düzdürmü? Sonra deyirəm ki, burada proses lazım olan nəticəyə nail olmaq üçün addımlar komponentidir. Yəni proses nədir? Biz real həyatda proseslər keçirik. Düzdürmü? Müəyyən proseslər keçirik. Müəyyən bir nəticəni əldə etmək üçün biz müəyyən proseslər keçirik. Düzdürmü? Müəyyən proseslər keçirik. Yəni prosesə biz nə deyə bilərik? Hər hansı bir komponentlər yığında deyə bilərik. Aydın oldu? Hər hansı bir komponentlər yığını. Ona görə burada doğru cavab D bəndidir. İndi keçək 4-cü suala. 4-cü sualda görə bizi nə qarşılayır? Deməli, burada nədir? Modem məlumatı 16, modemin sürəti 1600 bit bölü saniyədir. Yəni, modem 1 saniyə ərzində nə qədər ötürür? 1600 bit informasiya göndərir. Mənim 4800 bit informasiyam var. Heç bir dayanma falan olmasa, buradan x bərabərdir. 4800-ü bölərəm 1600-ə və bunu mən nə edərəm? Bunu 3 saniyə göndərirəm. Heç bir dayanma olmadan 3 saniyə bu gedər. Amma burada hər 2 saniyədən 1 saniyə fasilə verir. Yəni, sol bu formada tərtib olunanda başa düşün ki,
Bu ötürülən informasiyanın miqdarı var ha, məsələn, 3 zaman var ha, 3 saniyə. Yəni bu 3 saniyə göndərilərsə, bu 3 saniyə göndərmənin 2 saniyəsində fasilə verir hər dəfə. Yəni sözümün canı nədir? Sözümün canı odur ki, normalda fasiləsiz dayanmadan biz 3 saniyə bunu göndəririksə, düzdürmü? 3 saniyə göndərərdirsə, burada 2 saniyədən 1 saniyə fasilə versəm. Gəlin birinci fasilələrin sayını tapaq. Bunu bölürəm 2-yə. Çünki hər 2 saniyədən 1 saniyə fasilə verirəm. Bunu 2-yə böləndə deməli bir dəfə dayanacağam. Yəni 3 saniyə əsasən bir dəfə dayanacağam. Aydın oldu? 3 saniyə əsasən bir dəfə dayanacamsa, dayananda da hər dəfə 1 saniyəli dayanıram. Onda normalda mən 3 saniyə göndərəcəkdim. Bunun üzərinə gəlirəm 1 saniyəni. Deməli option məlumatı göndərmək üçün dayanma ilə bir yerdə mən neçə saniyə vaxt lazımdır? 4 saniyə vaxt lazımdır. Və cavab burada eləyir Y bəndi. 5-ci sualda Aysel öz şəxsi bloqunda belə bir linki verib bizə məlumat paylaşır, düzdürmü? Burada bizdən bu hissənin nə olduğunu soruşur. Bir mənalı olaraq bir şeyi yadda saxlayın. Nəyi? Axırıncı burada bizə faylın adı verilir, düzdürmü? Faylın adından həmin o kompüterin adına qədər, yəni saytın adına qədər olan hissə gedir alt qovluqlar. Yəni o serverin içərisinə daxil olanda, bax işarələdiyim hissələr, həmin o servisin içərisində olan qovluqlardır. Aydın oldu? Bunlar gelir serverin qovluqları. İndi baxın variantları görün, serverin qovluqlarını harda vermişəm mən. O da C bəndə vermişəm burada. Yəni burada qabaq hissəsində bu hissəni götürüb, bunun yerinə C qoşun.slash qoyub yazsaq, bu olur kompüterin yaddaşındakı bir faylın yolu, düzdürmü? Tam yolu. Orada da yenə də həmin o diskin adından sonra bax bu qovluqlar nə gedir? Yenə də alt qovluq gedir. Sadəcə bu web serverdə yerləşdiyi üçün serverdəki qovluq deyirik. Yəni bu diskdə yerləşsəydi, bizim lokal diskimizdə yerləşsəydi, C qoşun.D qoşun.D yazıb diskdə versəydi, deyəcəkdi ki, kompüterin yaddaşındakı, diskindəki faylın tam yolunda onlar alt qovluqdur. Fərq bundan ibarətdir. Ona görə cavab burada C bəndi, 5-ci sualda. 6-cı sualda. Bir xəstəxanada həkimlər elektron tibbi kartlardan istifadə edərək pasientlərin məlumatlarına baxırlar. Bir həkim kompüterində bəzi xəstə məlumatlarına giriş əldə edə bilmir, digər həkimlər isə həmin sistemdə problemsiz istifadə edə bilir. Deməli, burada problem həmin o həkimin girişindədirsə, onun sistemindədir. Ya giriş icazəsi yoxdur, ya nəsə səhvlik edir, nədirsə, ümumi həmin bax o problem yaranan həkimin girişində problem var. Aydın oldu? Buna aid görün harda ola bilər. Çünki o bir həkimlər işləyirsə, burada bir ciddi nasazlıq ola bilməz də xəstəxanada. Çünki o bir həkimlər girə bilir. Aydın oldu? Ona görə nə oldu? Ona görə cavab burada A bəndi. Həkimin istifadəsi hesabına girişdə müəyyən bir problemlər var. 7-ci sualda. Siz bir şəhər maketi hazırlayırsınız və binaların bir-birinə toxunmadan hərəkət etdirmək istəyirsiniz. Bir dəfə, yəni bir şeyə fikir verin. Mən düzəltdiklərimi qrup şəklində hərəkət etdirmək istəyirəm və yerinin dəyişməməsini istəyirəm. Mən deməli bunları nə etməliyəm? Seçib bunları qrup eləməliyəm ki, bunları qruplaşdırım ki, bunları hərəkət etdirəndə heç problem baş verməsin. Aydın oldu? Nə etsin? Bunları hərəkət etdirdikdə heç problemimiz baş verməsin. Ona görə 7-ci sualın cavabı A bəndidir. 8-ci sual kəsək, bu biraz uzun olacaq. Və bunu öz mühazirə kitabımda qəşəng səliqəli şəkildə vermişəm. Mühazirə kitabında geniş orda şəkildə vermişəm, isbatında vermişəm, açıqlamasını vermişəm. Ümumiyyətlə belə bir şey deyim də sizə. Əsas məntiqi ifadələrlə ifadə edilən bir şey var. Məsələn, tutaq ki, biz burada verdiyimiz ifadəni, ekvivalent ifadəsini əsas məntiqi ifadələrlə, məsəl üçün, əsas məntiqi ifadələrlə ifadə etmək üçün, yəni qaydalar var. Burada ekvivalentlidir, düzdürmü? Və burada görürük ki, ifadəni vermişəm, düzdürmü? Və bunu biz açmalıyıq. Bunu açmaq lazımdır. Əsas məntiqi ifadələrindən bunu ifadə etmək lazımdır, düzdürmü? Burada P, Q-nü qoyduq bura, düzdürmü? Bunu biz necə ifadə edə bilərik? Birinci buna baxmalıyıq. Ümumiyyətlə, bunların standart bir açılış qaydası var. Bərabərdir. Nədir? Deməli, birincinin inkarı, birləşmə ikinci, aydın oldu. Eyni yanaşsaq Q-nün P-yə bərabərdir. Yenə də birincinin inkarı, birləşmə ikinci. Düzdürmü? Və gətirib bunların arasına bu inkarı əksi qoyuruq, vurmanı qoyuruq, düzdürmü? Onda nə alınacaq? Deməli, inkar P birləşdirək bunun nə ilə? Q ilə. Bunun
vuraq QP-yə. Qutardı getdi. Bu formada. Hansı məndə oldu? Cavab oldu C bəndi. Sonra gəlirik 9-cu suala. 9-cu sual. Aha. Gələk 9-cu suala. Burada gördüyünüz kimi bir HTML vermişəm və burada bir fraqment vermişəm və soruşuram ki, bu fraqmentə əsasən soruşuram ki, aşağıdakı hansı doğrudur? Burada baxıb görürük ki, biz hər şeyi onun içərisinə vermişik, düzdürmü? Yəni bu nömrələnmiş bir siyahıdır. Siyahının birinci elementi, siyahının ikinci elementi, siyahının üçüncü elementi, siyahının dördüncü elementi. Və aşağıdakı variantdan hansı doğrudur deyir. Burada HTML necə yazılıb? İ'nin içərisinə italik. CSS necə yazılıb? Bold, qalın, düzdürmü? JavaScript necə yazılıb? Underline, altına xətt çəkilmiş formada. Python sadə formada. Ya burada bütün dediklərimizin hamısının hansı variantı yığmışam deyirəm. Və burada cavab Y bəndidir. Ulan dediyim hər bir şeyi yığmışam burada Y bəndinə. Nömrələnmiş siyahıdır, oldu deyə nömrələnmiş siyahıdır. Birinci kursiv yazılıb, ikinci qalın yazılıb, üçüncü altından xətt çəkilib, underline'dır. Dördüncü də sadə formadadır. Cavab eləyəcək burada Y bəndi. İndi isə gələk 10-cu suala. Kəsək bu sualı. Kəsək bu sualı və baxaq. Qrafa əlaqələndirək. V-nin bir qonşusu var. Düzdürmü? Burada bir qonşusu olan 7-dir. 7-yə biz V-ni deyəcəyik. 7 V-dir. V-yə qonşu olan U-dur. 6-ya U deyəcəm. Çünki U V ilə qonşudur. Bu getdi. U-ya qonşu olub 3 qonşusu olan T-dir. U-ya qonşu olub 3 qonşusu olan T-dir. 5-ə T-ni deyirəm. 5-ə T-ni yapışdırdıq. Bu hazır. Bu da getdi. P-nin 5 qonşusu var. Bunu tapa bilərik. Göz qabağındadır. 1 P-dir. 1-ə P-ni yapışdırırıq. Bu getdi. Deməli, S-in 4 qonşusu var. Bunu tapa bilərik. 4-ə S yazdım bura. Bu hazır. Bu da getdi. İndi bax, söhbət burada yaranır. 2 ilə 3-ə mən R ilə P-ni dəyişiklik qoyub yoxlamalıyam. Görüm hansını qoyanda qısa məsafə alınır. Çünki 2 ilə 3 qalıb, R ilə Q-dür. Bunlar S ilə P-yə qonşudur. Heç cürə tapmaq olmur. Bir də bir-birinə qonşudurlar. Bunlar heç cürə ortaya çıxarmaq olmaz. Gələ bir-bir qoyub yoxlayasan. Yəni birbaşa bilmək olmazdı. Deyə bilməzsən ki, hansıdır. 2 versiya var burada. 2 onun ikisini hesablamalısan, hansı ən qısadısa, həmin ən qısanı götürəsən. Mən birinci 2-yə Q deyirəm, 2-yə Q deyirəm. 3-ə də R deyirəm. Buna Q, yəni bu ehtimal da belə qoyub yoxlayıram. Bu formada qoyub yoxlayacağım. Görək nə alınır burada. Deməli, bunları qoyduqda, indi baxıram buradan qısa məsafəyə. Qrafda ədədlərə baxanda görürük ki, kifayət qədər böyük rəqəmlər var, düzdürmü? Ona görə burada görüm ən az təpə haranı keçib gedə bilərəm. Məsələn, fikir verin. Bu hissə ən az təpə keçib gedəcəyim hissədir də tutaq ki. Bu hissə, düzdürmü? İndi gəlin R-dən P məsafəyə baxaq. Görək R ilə P arası məsafə nədir? R ilə P arası məsafə 27-dir. Deməli, bura 27-dir. Bəs P ilə U-ya baxım görüm. P ilə U arasında 25-dir. Bura 25-i qoyaq. Bəs U ilə V arasında, U ilə V arasında 20-dir. İnşallah bu birinci dəfədən ən qısanı taparıq. Demək, toplamda nə eləyəcək? 52, birinci dəfədən ən qısanı tapdıq. Bəxtimiz yetdi, 72-ni tapdıq. Təsəvvür edin, birinci dəfədən bunu belə tapmasan da, götürəsən burada Q ilə R-in yerini dəyişəsən, bir də belə qoyub hesablayasan. Elə qoyanda 85 alasın. Qoyub hesablayasan. 2 aldığın cavabın hansı ən qısası onu götürəsən. Yəni, bu suallar belədir. Hansı ən qısa eləyəcəksə, o sualda götürəsən, o cavabda götürəsən. 10-cu sual. 11-ci sual. Bir şey yadda saxlayın. Qrafda bir təpəyə girən yolların sayı onun daxili çoxalmasıdır, daxil dərəcəsidir. Çıxanlar isə çıxış dərəcəsidir. Burada A təpəsinə 3 til çıxır, 1 til girirsə, demək daxil olma dərəcəsi 1-dir, çıxış dərəcəsi isə 3-dür. Aydın oldu. İndi 12-dən 13-ə baxaq. Nədir görə 12-dən 13? Deməli, mənim 1360 səhifəli sənədim var. Düzdürmü? Və burada mətn olan səhifələrin sayı, şəkil olan səhifələrin sayından 560 ədəd çoxdur. Bu mətn olan səhifə olsun, bu şəkil olan səhifə olsun. Mətn olan səhifələrin sayı o birindən 560 qədər çoxdur. Buna da x deyirəm. Bunlar toplamda alınacaq. 2x bərabərdir. 1360-dan çıxacam 560-ı. Bu eləyəcək 800.
Buradan x nəyə bərabərdir? X bərabər 400-ə. Deməli, şəkil olan 400 səhifədirsə, mətn olan da 960-dır. 960. İndi baxın, nə edəcəyik biz burada? Deməli, mətndə nəyim var? 960 səhifədir. Hər səhifədə 1024 dənə simvol var. Təbii ki, bu byte götürüləcək, üstə gəlinsin. Yerdə qalan 400 səhifəmdə mənim nəyim var? 320 vurulsun 640 dənə pikselim var. Hər bir piksel neçə bitdi bilmirəm. Onu bilirəm ki, ümumi həcm nə qədərdir? 40 megabaytdır. 40 megabayt varsa 1024-də, bunu çevirəcəm kilobayta. Düzdürmü? 40960 eləyəcək. Bununla bunu aparanda burada qalacaq 40.000. 1, 2, 3. İndi fikir verin. Buradan x bit tapanda x bit bərabərdir. Həmin o 41, 2, 3, 40.000 kilobayt vurulsun 213, bölünsün 400'ə, vurulsun 320, vurulsun 640'a. Bunu hesablayanda bu eləyəcək 4 bit. Bunu 4 bit taparsın. Deməli, rəng dərinliyi 4 bitdir. Onda məndə RS rənglərin sayı bərabər 2/4'ə, o da bərabərdir 16. Cavab eləyəcək 16. 13-cü sual. Mənim 8 səhifəm var. Mənim hər bir səhifəmdə 16 sətr var. Hər sətrimdə 32 simvol var və hər sətrin sonunda 2 dənə də əlavə simvolum var. Onda mənim bir sətrimdə 34 dənə simvol olmuş olur. Bu təbii ki, byte ilandır. Üstə gəlinsin. Hər səhifənin əvvəlində 4 byte məlumatım varsa, 8 səhifəni bir dənə 4 byte-a vuracam. Həmin o əvvəlindəki məlumatlar üstə gəlinsin, üstə gəlinsin. Faylımın əvvəlində və sonunda 512 byte varsa, bu eləyəcək 1 kilobaytda faylın əvvəlində və sonunda ümumi olan informasiyanın miqdarı. Deməli, bunlar byte-la, düzdürmü? Bunları biz toplayanda bu eləyəcək 8192 byte, düzdürmü? 892 byte 8 kilobayt deməkdir. Burada da 1 kilobaytım toplayanda bu eləyəcək 9 kilobayt və cavab eləyəcək A bəndi. 13-cü sualda. Keçək indi digər suallara. 14-cü, 15-ci suala baxaq. 14-cü suala baxanda nədir? Tamlıq xassəsi. Gör harda informasiyanın tamlığından narazılıq etmir. Məsələn, məqalədə hadisə ilə bağlı bütün aspektlər verilmişdir. Yəni, lazım olan hər bir şey verilib də burada bizə. Bütün aspektlər verilmişdir. Yazıda verilən məlumatlar yoxlanılmışdır. Yəni, burada tamlıqdan söhbət eləmirik. Düzdürmü? 2 olanlar getdi. Bir olan variantı götürəsin. 4-ə baxaq. Reportajda hadisəyə şəxsi baxış. Bu gedir obyektiv xassəsinin pozulmasına. Bunun da əlaqəsi yoxdur. Tədqiqatda toplanan məlumatlar mövzunu tam əhatə edir. Tam əhatə edir. A bəndi. 15-ci sual çox rahatdır. Belə çətin görsənmənə baxmayın. Burada fikir verin. Biri vurmuşam 2'nin qüvvətlərinə. Düzdürmü? Sıfırdan başlamışam, nömrələmişəm. Arxadan qabağa vurub 2'nin qüvvətlərini toplamışam. Bu nəyə oxşayır? Ədədi ikili say sistemi, onluq say sistemi keçirməyə oxşayır. Düzdürmü? Onda burada 2'nin axırıncı qüvvəti 43-dürsə, deməli bu ikili say sistemində 44 dənə ədəddir, 1'dir, yığılıb yan-bayan. İndi mən bunu 16'lıq say sistemini çevirəndə arxadan o 4'də ayırmalıyam mı? Ayırmalıyam. Hər 4 dənə ayrılmış bir dənə F-dir mi? F-dir 16'ya çevirəndə. 44 dənə 4 varsa bunu 4-4 qruplaşdıranda 11 dənə qrup alınır. Deməli, zaten bütün simvollar hamısı F olduğuna görə ən böyük simvol deyil F olacaq və 11 dənə F-dir bu. Çünki 44'ü 4'ə bölündə 11 eləyir. Hər 4 dənə bir dənə F deməkdir 16'lıqda. Ona görə cavab C bəndi 15-ci sualda. Sonra keçir 16-cı suala. Deyir ki, onluq ədədi 16'lıq say sisteminə çevirilərsə, neçə rəqəmli ədəd olar? Deməli, burada 30'un tərkibindəki 2'ni götürəcəm. Nə qalacaq? Qalacaq 15 vurulsun 2 üstü 130. Mən bir qayda demişdim sizə. Demişdim ki, 2 üstü n-i 16'ya keçirmək üçün qüvvətəki 130'u böl 4'ə. Düzdürmü? 4'ə böləndə 3 4'üm 12, 32 dəfə düşür və 2 qalıq qalır. 2 qalıq qalır. Alınan qalığa 2'nin qüvvətini atanda ədəd 4'dən başlayır. Və onun ardında 16'lıq say hissəsində bax bu hissədə 32 dənə sıfır var. Bu 32 sıfırı qoyuram kənara. Bundan işim yoxdur.
Gəlin indi 16-lıq say sistemində 15 də çörəndə 16 say sisteminə 15 16-ğa çörəndə zaten bu f eləyəcək. Gəlin indi 16-lıq say sistemində f-i vuraq 16-lıq say sistemindəki 4-ə. Düzdürmü? İndi baxın. F nədir? 15-dir. 15-i 4-ə vuranda nə eləyəcək? 4 5 20 60. Düzdürmü? 60-ın içərisində 16 neçə dəfə yerləşir? 3 dəfə yerləşir. 3 6 48. Düzdürmü? 3 dəfə yerləşir və 12 qalıq qalır. 12 hansı hərfdir? C hərfidir. Deməli bu 3C ilə başlayacaq və bunun ardında 32 dənə 0 var. 32 dənə 0 var. Deməli 32 dənə 0, 3 dənə də C, elə də 34 rəqəmli bir ədəd və ədəd nə ilə başlayır? 3C ilə başlayır. Aydın oldu. Dacı ədəd nə ilə başlayır? Ədəd 3 ilə başlayır. Aydın oldu. Ədəd 3 ilə başlayır. İndi buradan mexanik səhv olub. Ədəd 3 ilə başlayır və nə edir? 34 rəqəmli bir ədəd alınır. Niyə? Çünki burada mən belə deyimsə, 4 arxasına 32 sıfırı vuracam mən f-ə, 15-ə, düzdür? Yenə deyirəm. F nədir? 15-dir. İndi 15-i 4-ə vuranda 4 5 20 60. 60-ın içərisində 16 yerləşir 3 dəfə, qalıq qalır 12. Ona görə S-ni yazıb 3-ü qabağa atıram. Aydın oldu. Ədəd 34 rəqəmlidir və 3 ilə başlayır. Cavab elədi A bənd 16-da. Davam edirik növbəti suala. Qarşımızda gəlir burada 17-ci sual. Baxaq 17-ci suala. Bu da say sistemidir. Deməli deyir bu cəmi ikili say sistemini ifadə edəndə 76 rəqəminə dadanır. Gəl bunlar 2-nin qüvvəti kimi yazaq. Bu 2 üstü 4x plus 2-dir. Üstə gəlsin 2 üstü 6x plus 3-dür. Üstə gəlsin 30. Həmişə bir şey yadda saxlayın. Belə bir cəm bizə verilərsə, standart bir qaydadır. Yəni bunu ikiliyə çevirəndə neçə rəqəmlə dalanlarsa, həmişə burada ən böyük qüvvəti götür. Bax bunu götür. Götürdün, ən böyük qüvvət budur. Çünki bu birlər nə qədər toplayasan da bundan gəlib 6x plus 3 saydan keçə bilməz. Götürdüyüm böyüyü. Böyüyü götürəndə bax bir şey yadda saxla. 6x plus 3. Mən bunu ikiliyə çevirəndə alınan ədədin rəqəmlərinin sayı həmişə olur 6x plus 3 plus 1. Çünki bunu ikiliyə çevirəndə qabağa bir dənə 1 düşür. Və bu ədədin rəqəmlərin sayı bu qədər edir. Neçəyə bərabərdir? 76-ya bərabər 76-ya. Buradan x nəyə bərabərdir? 72-ni bölürsən 6-ya. Bu eləyəcək 12. Və cavab eləyəcək bu da A bəndi. Davam eləyək 18-ci suala. Mikroprosesorla bağlı burada bir fikirlər vermişəm. Bu fikirləri soruşuram ki, nəyə bərabərdir? Deməli, burada fikirlər nədir? Deyir, hansı doğrudur? Mikroprosesor yalnız informasiyanı bir və sıfırlara çevirir, emal etmir. Xeyr, emal edir. Mikroprosesorun əsas səciyyəvi xüsusiyyətlərini yığmış hamısı ikinci variantda. Tak tezliyi, işçi gərginliyi, tak tezliyinin daxili çoxalma imkanıdır, keş yaddaşının tutumudur falandır, dərəcəli. Bunlar hamısı mikroprosesorun xüsusiyyətləridir. Yəni, burada cavab 2 nağdı var. 1 yoxdur, 2 var. Mikroprosesor kompüter işləmə sürətini təyin etmir. Təyin edir tak tezlik daxilində. Yəni bu mikroprosesor yox, onun tak tezliyi təyin edir. Kompüterin işləmə sürəti yalnız əməliyyat sisteminin sürətli ölçüsü. Xeyr, dəxlisi yoxdur. Qurğuların üstə sürət önəmlidir. İxtisaslaşmış mikroprosesor yalnız məlumat saxlamaq üçün istifadə edilir, dəxlisi yoxdur. Məlumat xarici yaddaşda saxlaya bilər, daxili yaddaşda saxlaya bilər, yaddaş qurğuları saxlaya bilənlərdən. Ona görə burada cavab yalnız 2-dir, C bəndi. 19-cu sual rezident viruslara aiddir. Ümumiyyətlə 19-cu sual viruslara aiddir. Burada viruslar haqqında fikirlər qoymuşam. Rezident viruslar bilirik ki, əməl yaddaşda qalır, aktivdə, kompüterasyon kimi aktiv olur. Qeyri-rezident virusa yoxlumuş fail açılanda əməl yaddaşda olur, sonra bağlanır. Buna da biz deyək müəyyən müddət aktiv olur. İki də doğru olsun. Fail virusları tək exe təsir etmir. Batı var, CSS var, bunun DLL-i var, COM-u var. Bunlara təsir edir. 3 səhvdir. Şəbəkə virusları internet vasitəsilə yayılır. Yəni bunu doğru götürə bilərik. Yəni burada yalnız internet vasitəsilə yayılır deməmişəm də. Lokal kompüter şəbəkələri, lokal qlobal şəbəkələr var. Zaten qlobala qoşulan lokallar da ola bilər də. Ona görə bunu doğru götürmək olar. Yükləmə virusları diskin yükləyici sektorunda bəli yerləşir. Ona görə burada 3-dən başqa hamısı doğrudur. 1, 2, 4, 5. 20-ci suala sizə elə bir qayda deyəcəm ki, 20-ci suala. Yəni bu qaydanı həmişə yadda saxlayın.
Belə sual düşəndə sürətli şəkildə həll edə bilərsiniz. Qoy 20-ci sual kəsim. Bunu qəşəng izah edeyim. 20-ci sual. Deməli baxın. Vergül olan yerdən bölünür. Düzdürmü? Bizə lazımdır ki, yaranacaq cədvəldə sətirlərin sayını tapaq və nə edək? Sütunların sayını tapaq. Həmişə sətrin sayı bax bu hissədə olan sətirlərdir. 1, 2, 3, 4, 5. Sətrimin sayı 5-dir. Sütunun sayını tapmaq üçün yadda saxlayın. Vergüldən bölmürük. Bu 5 dənə sətrin hansında ən çox vergül varsa, o sayın üzərinə 1 gələndə bu bizim sütunlarımızın sayıdır. Pis yox, bununla partladın geçsin. Bu dəfə sizin xətrinizə dəyməmişəm. Hər sətirdə 3 dənə vergül qoymuşam. Deməli, mənim ən böyük ədədim, ən böyük vergülümün sayı 3-dür. Düzdürmü? Onun üzərinə 1 gələndə 4 mənim sütunlarımın sayıdır. Məsələn, atıram, tutaq ki, ola bilər ki, burada 2 dənə vergül var, burada 7 dənə, burada 3 dənə, burada 8 dənə, burada 5 dənə vergül var. Düzdürmü? Hansı vergülün sayı çoxdursa, məsələn, 8 çox deyil, üzərinə 1 gələndə 9 dənə sütunum var. Və bunu yadda saxlayın. İndi burada ən böyük rəqəm zaten 3-dür. Bütün sətri zaten 3 dənədir. Ona görə üzərinə 1 gəldim, sütunların sayı 4 elədi. 5-i 4-ə vuranda mənim nəyim var? 20 dənə xanam var. Düzdürmü? Görə bu xana neçəsi oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bunun 11 dənəsi dolsa 9 dənəsi boşdur. Cavab elə D bəndi 20-ci sualda. Bax, bunu belə bu formada qəşəng öyrənə bilərsiniz. Bu qaydanı yadda saxlayın. İndi növbəti suala baxaq indi. Deməli, növbəti sual çox maraqlıdır. 21-ci sual. Siz bu testdən işləmişsiniz, amma klasteri versiyasını işləməmişsiniz. Mən də sizə bunun klasteri versiyasını tərtib etmişəm. Sualın şərtini artıq oxumuşsunuz, sizə aydındır. Və burada o digər suallardan fərq ondan ibarətdir ki, mən burada klasterini işləmişəm suala. Yəni, siz həmişə görmüsünüz ki, klaster söhbət olmuyor, belə həcm verilib, silinib, yazılıb, ondan sonra boş qalan yeri qoyub orada hesablamışsınız. Amma bu dəfə başqa bir şey eləmişəm. Bura bir klaster əlavə etmişəm. Yəni, artıq mən deyirəm ki, diskdə 4 KB klasteri nəzərə almalısınız. Aydın oldu? Yəni, burada məsəl üçün belə bir şey deyim sizə. Burada bir də 1 KB fayldan söhbət gedirsə, artıq siz burada faylın həcmini işləyəndə 1 KB yox. Klasterə görə diskdə tutduğu həcmə görə işləyəsən. Yəni 4 KB-la. Məsələn, 1 KB informasiya artıq 4 KB yer tutacaq. 512 byte informasiya artıq 4 KB yer tutacaq. Yəni, bu cür başqa cür sualdır. Ona görə də diqqətli olaq. Və burada məsləhət görürəm ki, klaster sayından işləyək. Gəlin klaster sayından işləyək. Nətər? İlkin olaraq diskdə olan faylların həcmini tapaq. Yəni, disk tam dolu olduğuna görə onun ümumi tutumu daxildəki bütün ilkin faylların diskdə tutduğu yerin həcminə bərabərdir. Yəni, silinən və silinməyən. Bunların hamısının həcminə bərabərdir. Baxın, 2 ədəd 2 megabaytlıq faylım var. Düzdürmü? 2 ədəd daşı 12 megabaytlıq faylım var mənim. Onda gəlin görək bir dənə 12 megabayt neçə klaster yer tutur. Yəni bu zaten biz bunu 1024-ə vuranda, düzdürmü? Biz görürük ki, bu eləyir 12288 nə kilobayt. Düzdürmü? Gəlin bunu belə 4-ə klaster sayını tapaq. Bu eləyəcək 3072 dənə klaster. Düzdürmü? Bu fayldan 2 dənəsə, bunu mən 2-yə vuracağam və bunlar 6144 dənə klaster yer tutacaq. Bax sonra nə var burada? Bu getdi. 5 ədəd 2,5 megabaytlıq audiom var. Düzdürmü? İndi qulaq asın mənə. 2,5 megabaytlıq informasiyam var. Neçə dənə düzdür? Düz 5 dənədir bu. Düzdürmü? Bunları biz normalda belə bir şey deyim də sizə. 2,5-i vursaq, gəlin bunun birinin həcmini tapaq da. 2,5-i gəlin vuraq 1024-ə çörək kilobaytlar. Birinin klasterin sayını tapaq. Nə qədər eləyəcək bunun klaster sayı? 640 dənə klaster eləyəcək. Bundan 5 dənədirsə, mən onda 640-ı 5-ə vuranda, bu nə qədər eləyəcək? 3200 klaster. Düzdürmü? Deməli, 3200 klasterdə bu yer tutdu. Bax, bunlar cibdə. Gəlirəm indi 3 dənə 512 megabaytlığa. Yəni 512 megabayt biri məcbur bir klaster 4 kilobayt yer tutur. Yəni bir klaster yer tutur. Düzdürmü? Onda 3 dənədirsə bundan 3 dənə də klaster bunlar eləyir. Aydın oldu? Bundan əlavə, mənim diskdə bir dənə də 1 kilobaytlıq faylım var. Bir klasterdə tutacaq. İndi 6144, 3200, 640, 31. Yəni, gəlin də burada ümumi klaster sayını tapaq. 6144,
üstə gəlinsin 3200, üstə gəlinsin 3, üstə gəlinsin 1. Bunlar elədir 9348 dənə klaster. Bu cibdə. İndi buradan gəlib biz nəyə baxaq? Daha sonra bura nələrsə əlavə edilir. Nə əlavə edilib? 4 dənə 3 megabaytlıq şəkil. 4 dənə 3 megabaytlıq şəkil. Gəlin birinci biz nə iş görək? Bir 3 megabaytlıq şəkili neçə klaster tutduğunu tapaq. Bu nə qədər eləyir? Eləyir 3072, düzdürmü? Mən bunu 4-ə bölsəm, 768 klaster bu eləyir. Bu şəkildən 4 dənədirsə, bunu vuracam 4-ə. 4-ə vuranda bu eləyəcək nə qədər? 3072 klaster bu elədi. Sonra mən nə gəlmişəm bura? 12 megabayt, yəni 12288 kilobayt. Daha ki, mənim boş yerim qalıb da. Boş yerdə tapaq görək boş yer nə qədərdir? 12288 kilobayt üstə gəlinsin 528 kilobayt. Bunları toplayanda 12816 kilobayt informasiya edir. Burada da klaster sayını tapanda bunu 4-ə böləndə eləyir 3204 dənə klaster. İndi başlayırıq. Nəyi başlayırıq? Boş qalan yerlər nəyə bərabərdir? Diskin ümumi tutumu, düzdürmü? Diskin ümumi tutumu çıxılsın. Yeni bura nə yazılıb bura? Şəkillər yazılıb, düzdürmü? Çıxılsın həmin o 2 dənə video bərabər nəyə? Sonda boş qalan yerə. Biz ümumi klaster sayını nə qədər tapdıq? 9348 oradan informasiya çıxılsın. Şəkillər nə qədərdir? 3200 deməli 3204. Burada üzərinə mən nə isə gəlmədim. 3204 bir dəqiqə. Yəni üzr istəyirəm. Bu 3204 mənim boş qalan yerimdir. Bunu boş qalan yerə bərabərləyəcəm. Mən şəkilləri çıxacam bundan. Şəkillər 3072-dir. Çıxacam bundan 3072 dənə klaster. Çıxacam 2 dənə videonun klaster sayını bərabər eləyəcəm 3204 dənə klaster boş qalan yer. Tamam mı? Buradan alacaq biz 2 dənə videonun klaster sayı bərabərdir. Nəyə? Deməli, buradan çıxanda qalacaq 3072-yə. Düzdürmü? Onda biz burada həmin o videonun birinin həcminin klaster sayı nə qədər tapdıq? VK, yəni bir dənə videonun həcminin klaster sayı bərabərdir 1536 dənə klasterə. Normalda bir klaster nə qədər eləyir? 4 kilobayt, düzdürmü? Bunu vuranda biz 4 kilobayta, bu nə qədər eləyəcək? 6144 kilobayt eləyəcək. Bunda megabayt çölmək üçün 1024-ə böləcəm. Bu da eləyəcək 6 megabayt. Cavab eləyəcək A bəndi. Bu formada. Nə elədi? Elədi A bəndi. Yəni bu sualı bu formada biz həll eləyib ortaya çıxarda bilərik. Yəni klasteri varsa artıq hər şey klaster hesablayacaq. Və ya sualı belə qoya bilərik ki, diskdə videonun maksimum həcmi nə qədər ola bilər? Yəni biz burada 6 megabayt tapdığımız o deməkdir ki, yəni bu elə bir rəqəm olmalıdır ki, failin həcmi elə bir, videonun həcmi elə bir şey olmalıdır ki, yəni bu 6 megabayta bərabər eləyə bilsin bir. Yəni klaster sayı ilə götürəndə 6 megabayta bərabər eləyə bilsin. Bu formada. Çünki bizim əlimizdə bir 6 megabayt var burada. Ona görə biz 6 megabaytı götürməliyik. Çünki niyə? Çünki burada biz klaster sayını işləyirik. Ona görə ən salamatı bu formada tapmaqdır. Rahat şəkildə belə tapa bilərsiniz. Keçək növbəti suala. Görək növbəti suala bizi nə qarşılayır. Növbəti sualda gəlir 22-ci sualda bir akses bizi qarşılayır. Görək bu akses nə deyir bizə burada? 22-ci sualda. Deməli deyir ki, Alfa şirkətinə məxsus olan informasiyanın ümumi miqdarının, məlumatların ümumi miqdarının neçə manat olduğunu tapmaq lazımdır. Alfanın kodunu tapıram, 101-dir, düzdürmü? Gəlin görə ambarda bunun nəyi var? 101, 101, 101. Bunun nəyi var? Bloknotu. Neçədən də 15 dənə. Bloknotun kodu 1-dir. Kodu 1 olan malın qiyməti neçədir? 1.20-yə. Onda 15. Burada vurulsun 1.20 bu cibdə. 101 olan qələmdə kodu 3-dür. Kodu 3 olan qiyməti nədir? 50 qəpik. Düzdürmü? Onda burada 30-u vururam 0,50-yə. Bir dənə var burada qovluq. Kodu nədir? 5-dir. 2 manatdır. Düzdürmü? Onu da buradan vururam 2-yə.
və bunları cəmləyib hesablayacaq, eləyəcək 53 manatlıq mal. Çətin sual deyildi, rahat sualdır. Bunu rahat qoymuşdum. 23-cü sual. Görə 23-də bizə nə deyir? 23-də bizə nə deyir? Aşağıdakı Excel cədvəlində 3 fərqli test üzrə tələbələr nəticələri əks olunur. Okey. Cədvəldə hər bir tələbənin doğru cavablarının sayı ayrıca verilsin. Y sütununda isə tələbələrin faiz nəticələri göstərilsin. Bütün testlərin eyni sayda sual var. Bir nəfər testin birində bütün suallara doğru cavab vermişdir. F2 xanasına elə bir düstur yazılmalıdır ki, onu digər şagirdlərə də tətbiq etdikdə düzgün faiz alınsın. Deməli, burada belə bir cümlə oxuduq biz. Nə oxuduq? Bir nəfər testin birində bütün suallara doğru cavab vermişdir və bütün testlərin sayı eynidir. Onda baxaq testin hər hansı birinə baxaq görək. Ən çox rəqəm hansıdır? Sütun üzrə baxacaq da. Görək ən çox rəqəm hansıdır? Baxaq görüm gözümə ən çox 30 sataşır. Düzdürmü? Və bütün testlərdə test sayı eyni olduğu üçün, deməli birində ən böyük say 30-dursa, onda test 1, test 2, test 3, hər birində 30 dənə sual varsa, deməli o 90 dənə sual var bütün testlərdə. İndi mən nə etməliyəm? Mən elə bir düstur yazmalıyam ki, uşaqların yazdığı ümumi doğru sualların sayını bölsün bütün testlərin sayına və faizi bizim çıxarsın. Yəni 90-a bölmək lazımdır, düzdürmü? Burada elə qoymuşam ki, rəqəm rahat olsun, rahat hesablaya biləsiniz. Yəni asan sualdır bu. Ona görə burada 90 bir dənə A bəndinə qoymuşam. Məsələn, Zəhranı hesablasam S2, Zəhranı hesablasam tutaq ki, S2, məsəl üçün S1 üstünə gəlinsin. İndi burada belə bir şey var da. Bu birinci sətirdir, bu ikinci sətirdir. Həmişə yadda saxlayın. Hərf birinci sətir getdi. Düzdürmü? Birinci, ikinci sətir. Ona görə Zəhra S2, D2, Y2-dir. Düzdür? S2, D2, Y2-ni bölüb 90-a vurmalıyam 100-ə. Gör, ümumiyyətlə 90-a bölümün başqa heç adı yoxdur. Görürsünüz? Ona görə, yenə burada allanmayın. Bu yuxarıdakı başlıqlardır. Bu getdi. Ondan sonra nə gəlir Excel'də? Birinci sətir. Sonra nə gəlir? İkinci sətir. Bu nömrələməni mən özüm bunlara qoymuşam. Amma ardıcılın Excel'in sətiri bu birinci sətir, bu ikinci sətirdir. Ona görə Zəhrəyə düşür bura. Həmişə də bu cür suallarda düsturu birinci sətiri əsasən qurub, ondan sonra onu aşağı falan dartıb eləyirsən. Ona görə uyğun gələn cavab A bəndi, 23-cü sualda. Gəlir 24-cü suala. Yəni PowerPoint sualıdır. 60 dənə slaydım var. 30-cu slayd nümayiş etdilərkən 45 yazıb enteri vuramsa, bu 45-ci slayda keçir. Düzdürmü? Deyir, bu halda nümayiş hansı slayda keçəcək? Yəni 30-cu slayd nümayiş olunur. Sən 45 yazıb enteri vursansa, bu avtomatik 45-ci slayda keçəcək. Ona görə cavab B bəndi, 24-cü sualda. Verilmiş pəncərəyə əsasən aşağıdakılardan hansı yanlışdır? Deməli, open each folder in the same windows'dur burada. Double click 2 dəfə vurmalısan ki, açılsın. Normalda biz bir dəfə vurulur singleri. Burada 2 dəfə vurmalısan ki, açılsın. Deyirində aşağıdakılar hansı yanlışdır? Deyir yanlışdır. Aha. Deyir yanlışdır. Baxaq görə. Open each folder in the same windows. Open each folder in the same windows. Düyməsini vurduqda iç-içə yerləşmiş qovluqların açılması zamanı bir pəncərədə əks olunması təmin edilir. Bəli, onu göstərir. Standart halda budur, yaddaşlar. Open each folder in its own windows isə iç-içə yerləşmiş qovluqların ayrı düzdür. Single click üzərinə bir dəfə vuranda açılması üçündür. Double click 2 dəfə vuranda açılması üçündür. Show all folders parametri seçildikdə Windows Explorer proqram pəncərəsinin sol hissəsindəki ağacbarı struktur formasında dəyişərək klassik bələdçi düsturunda kimi C diskinin budaqları şəklində əks olunur. Əslində orada digər disklər də görsənə bilir orada. Ona görə burada səhv hansıdır? Burada səhv yanlış olan Y bəndidir. Sonra 26-cı sual. Əməlli başlı hesabdır. Əməlli başlı hesabdır 26-cı sual. Deməli, mənim 10 saniyəlik bir videom varsa, bunun 10 saniyəli də səsi var. 10 saniyəlik bir videom varsa, 10 saniyəli səsi var. Yəni videonun görüntüsünü ayrı hesablayacağım, səsi ayrı hesablayacağım. Aydın oldu? Bax, 10 saniyəli videom var. Hər saniyəsində 5 dənə kadr var. Hər kadrında 500 vurulsun 500 dənə piksel var. RGB olduğuna görə 24 bitdir. Bax, bu mənim videomun həcmi. İndi səsin həcmini tapıram. Səsin həcmi bərabər 10 saniyəlik səs. Diskretləşmə tezliyi 25 kHz, yəni bu 25 mindir. Düzdürmü? Onu bir dənə də vuram 16 bitlə kodlaşıda, bir dənə də bunu vuram 16 bitə. Bax, biz bu həcmləri ayrı-ayrı hesablayıb, toplayıb və informasiya miqdarını alacağıq.
Və burada mən bir şey demişəm ki, megabayt çevirəndə ümumiyyətlə keçidlərdə 1024 yox, 1000-dən istifadə et. Onu mən burada demişəm. İndi fikir verin. Birinci hesablayaq. 24 vurulsun 500, vurulsun 500, vurulsun 5, vurulsun 10. Düzdürmü? Bunu bölürəm mən 8-ə. Çevirirəm nəyə? Çevirirəm bunu bölündə 8-ə, bayta. Bunu böləcəm bir dənə 1000-ə, çevirəcəm kilobayta. Bir dənə də böləcəm bunu 1000-ə, çevirəcəm bunu megabayt. 37,5 bölülədir. Buraya yazıram 37,5 nə? Megabayt. İndi keçə bu birinə. Deməli, bu birinə keçəndə nə iş görəcək burada? Onu vuraq 25, 1, 2, 3-ə, vurulsun 16-ya, bölünsün 8-ə, bölünsün 1000-ə, kilobayt, bir dənə də 1000-ə böləndə bu oldu megabayt. 0,5. 0,5 megabayt da bunu götürdük. Bunları toplayanda nə eləyəcək? 38 cavab eləyəcək sevəndə. Bu fiqurda deyir nələr təkrarlanıb. Təbii ki, burada 3 bucaq təkrarlanıb da gördüyünüz kimi. Ona görə cavab burada 3 bucaq olan variant. A bənd 27-ci sualda. Keçək 28-ci suala. Görək 28-i bizə nə deyir? Yaxşı kəsək. bizə nə deyir? Deyir, aşağıda təsvir edilmiş alqoritm istifadəçi tərəfindən daxil edilən istənilən sayda ədədlərin ədəd ortasını hesaplamaq üçün nəzərdə tutulmuşdur. Aha, ədəd orta hesablanır. Deyir, qeyd, 0 daxil edildikdə proqram çıxış etsin. Aha, başlanğıc 0-la nədir? T-lə isə 0 vermişəm. Deməli, əgər şərt ödəyərsə, əgər şərt doğrudursa, alqoritm sual, əməliyyat icra edir və nəticəni A dəyişəni mənimsədərək işi bitirir. Əgər yanlışdırsa, T bərabər T plus X hesablanır. Daha sonra əməliyyatın yerinə yetirilən və dövr yenidən X ədədinə daxil olunmasına doğru istiqamət alır. Bax, diqqətlə qulaq asın. Burada deməli, ədəd orta hesablayıram, ədədlərin cəmi dövrün içərisinə daxil etdim. Deməli, mən nə zaman dövrün içərisində getməməliyəm, ədəd sıfıra bərabər olanda? Deməli, mənim şərtim X bərabər 0 olanda mən neynəməliyəm? Çölə çıxmalıyam. Hər qolum çölə gedəcək. Çölə gedən qoluma hər yazılır. Dövrün içərisində T bərabər T plus X ədədlərin cəmini hesablayıramsa, orada S-i boş-boşuna verməmişəm. S bərabər S plus 1 isə mənim dövrlərimin sayını hesablayır. Və mən çölə çıxanda ədəd ortanı əgər A ilə hesablayıramsa, onda A bərabər S bölü T olmalıdır. Şərtim olmalı X bərabər 0, S bərabər S plus 1, çölə çıxanda da A bərabərdir T bölü S olmalıdır. Harada vermişəm? A bəndinə vermişəm. 29-cu sual. Mən həmişə bir qayda deyirəm 29 tiplərə. Deyirəm ki, ədəd oxuna yığ tapassan. Ədəd oxuna yığ. Əgər mənfi sonsuz, müsbət sonsuz alassansa, deməli, buradakı şərtlərin sayından bir vaid az götürəsən. Blok sxemlərin sayı. Yox, bu şərtlər ədəd oxuna yığanda mənfi sonsuz, müsbət sonsuz almayassansa, elə burada verilən şərtlərin sayı qədəri şərt bloku lazımdır. Bax, mənfi 2-dən kiçikləri qoyub bura. Mənfi 2-ni yazdım bura. Düzdürmü? Mənfi 2-dən kiçikləri götürdüm. Sonra mənfi 2-nin 0 arasını götürməliyəm. 0 qoydum bura. Mənfi 2-dən kiçik və böyük bərabər yazdığım üçün özündə götürürəm və 0 arasını da götürdüm. Sonra 0-ın özünü də götürürəm. 5-ə qədər hər şeyi də götürürəm, amma 5-i götürmürəm. Sonra 5 ilə 10 arasını da götürürəm. 5-in özü də daxildir, 10-un özü daxildir. Ən axırda isə ondan böyüklər də götürürəm. Fikir verin, ədəd oxunda mənfi sonsuzluq, müsbət sonsuzluq hər şeyi götürdüm. Bir dənə qiymət kənarda qalmadı. Ona görə burada 5 dənə şərt bloku şərt varsa, mənim blok sxemlərim sayı onların sayından bir vaid azdır, yəni sevəndir. 30-cu sual. Aha, alqoritm vermişəm. Deməli, başlanğıcda n dəyişəni daxil edilir. S dəyişəninin başlanğıc qiyməti 1-ə mənimsədilir. S-in başlanğıc qiyməti 1-dir. Daha sonra n kiçikdir 100 olduqca aşağıdakı əməliyyat icra olunur. Və n kiçikdir 100 şərti doğru olduqca davam edir. Əgər n böyük bərabər 100 olanda dövr bitir. Sonunda da 64 gedib çapa. Düzdürmü? Nə gedib çapa? 64 gedib çapa. İndi baxaq bura.
Burada 64 çapa gedibsə, S-in başlanğıc qiyməti 1-dirsə, 1-dirsə və 64 çapa gedibsə, deməli S-i mən neçə dəfə 4-ə vuranda bu 64 eləyir. Onda 4 üstü x bərabərdir 64. S-in başlanğıc qiyməti 1-dir də. Onda 64 4 üstü neçədir? 3. Buradan x nəyə bərabərdir? 3-ə. Deməli dövrün sayı 3-dür. Dövrün sayını 3 tapdım. Mən dövrün sayını 3 tapdımsa, indi mənə diqqətlə qulaq asın. Çölə çıxma şərtim nədir? N'in böyükdür bərabər 100 olmasa, düzdürmü? N'in başlanğıc qiyməti nə olduğunu bilmirəm. 3 dəfə dövrün hər birinə 27 gəlmişəm və bu böyükdür bərabər 100 olanda çölə çıxacaq. Onda burada n böyükdür bərabər neçə? 73. Düzdürmü? İndi bu şərti ödəyən n'in ən kiçik qiyməti hansıdır? 77 qiymət. Ona görə cavab nə elədi burada? Yox, üzr istəyirəm. İkisi bərabər 73. N'in ödədiyi ən kiçik qiymət hansıdır? 73-dür. 70-dən böyük bərabərdirsə, ən kiçik 73 ödəyir də. Ona görə cavab elədi A bəndə. 72 nə idi? 31-ci sual. Def vermişəm burada. Qəşəng bir dənə def atmışam bura. Görən nə qayır bu def? Deməli, funq 1, 2, 5 hesablamaq lazımdır. Bura 2-ni qoyuram, burada 5-i qoyuram. Düzdürmü? O da burada mən nə iş görürəm? Deməli, funq 2 bərabərdir. 3 ilə 5-i hesablamalıyam. Harda? Aşağıda. Bura 3, bura 5-i verirəm. 3-ü 2 verəndə 6, üstünə bir gəndə 7. Sonra f, yəni 5 üstə gəlinsin. 7-ni 2-yə böləndə qismət 3 eləyəcək. Bu neçə eləyir? 8. Çölə çıxanda D ilə f toplayanda bu eləyəcək 15. Deməli, mən bunu 15 tapdım. Onda 15-in üzərinə gələcəm 3 vıraq 15. Bu nə eləyəcək? Bu eləyəcək 30. Düzdürmü? Bu elədi 30. Sonra fun 2-ni hesablayanda, deməli, burada fun 2-ni hesablayanda x-in qiyməti 2, vergül nə? 7. Bu dəfə 2 7-ni hesablayacağım. Gətirib aşağı 2 7-ni qoyanda, gətirib aşağı bura. Bura 2-ni, bura 7-ni qoyanda 2 kimi 4 üstünə 1, 5 elədi. Sonra 7 üstə gəlsin, 5-i 2-yə bölündə qismət elədi 2. Bu elədi 9. 5 ilə 9-un cəmi elədi 14. Düzdür? Bu nəyə bərabər oldu? Bu da oldu 14. Çölə çıxanda nə iş görürüm? Çölə çıxanda A-dan çıxırıq B-nə. Düzdürmü? 30-dan çıxanda 14 elədi 16. Və burada neynədir? Mexaniki səhv elədik. Deməli, mexaniki səhv elədik. Nə səhv elədik burada mexaniki səhv? Burada mexaniki səhv nə elədik? Hə, burada 14 tapdım bunu. Bir dəqiqə. Bunu 14 tapdım. Üzərinə bir də. Burada x 2-yə vurmuşam, 4 qalıb, yaddan çıxıb qalıb. 18 edir bu. Bunu gəlməmişdim. Onda bu hissəyə gələndə 30-dan çıxıram 18-i eləyəcək 12. Yəni bunu bir də hesablamıram da. Videonu kəsməyəcəm. Belə də saxlayacağam. Təbiilik gözəlliyidir. Ona görə belə də saxlayacağam. Mexanik səhv elədi. Gözümüzdən bir şey qaçmışdı. Sonra tapdıq, qoyduq yerinə. Heç bir sıxıntı yoxdur. Bizi tanıyan tanıyır. 32-ci sual. Deməli, A ilə B-ni vermişik. İndi burada biz nə iş görürük? Burada biz nə etməliyik? Burada biz, gözəl sualdır bu. 2-dən simvolların sayından minus 2-yə qədər götürürük. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-dən 2 çıxanda neçə eləyəcək? 6. Onda C olacaq A-da 2-dən 6-cıya qədər. Bu 0-cı, 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7. Yenə deyirəm, o 8 dənədirsə, 8-in sonunda 6 eləyəcək. 2-dən 6-cıya qədər götürəcək. Və bu olacaq nə? A, C, D, A. A, C, D, A. D isə B-dən, deməli bu 0-cı, 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı. Düzdürmü? Burada 7-dən element varsa, 7-dən çıxanda 4 eləyəcək. 4-cüyə qədər, hardan? 1-cidən 4-cüyə qədər. Bu nə eləyəcək 1-cidən 4-cüyə qədər? 1 eləyəcək, 2 eləyəcək, 3 eləyəcək. Yəni 1B2 daşı. 1B2. 1B2. Aşağı düşəndə C-nin üzərinə D-ni gələndə, onda A, C, D, A, düzdürmü? Dalıcan D-ni yapışdıraq. 1-i qoyaq bura, B-ni qoyaq bura, 2-ni qoyaq bura. Bunu qoyduq. Gəlirəm indi. Deməli, Y-dəki A-ların sayı 1, 2 dənə A var. Üstə gəlinsin. Y-dəki B-lərin sayı 1 dənə B var. Bu nə elədi? Elədi 3. Aşağı düşəndə Y-nin sıfırıncısı A-dır. A-ya bərabərdirmi? Bəli. Yaxşı.
Yeni simvollarınızda 5-dən çoxdur mu? Bəli, çoxdur. Onda neyini? S-in üzərinə. Yəni bu nə? 3-ün üzərinə gəl. Y-dəki C-lərin sayı. O nədədir? Bir dənədir. Düzdürmü? Nə elədir? 4 elədir. Cavab B bəndə. 33-cü sual. Proqram nə iş görür? Deməli, for in range. Indeks bilirəm. İndeks əgər cütdürsə və həmin cüt indeksdə yerləşən element əgər təkdirsə və eyni zamanda element 5-dən böyükdürsə, onda onu B-nin içərisindən yığ. Və K plus 1 və onların sayını tap. Sayını tapandan sonra əgər o say 0-dan böyükdürsə, onda onların cəmin böl onların sayına. Bəli, cüt indeksdir. Tək 5-dən böyük olan elementlərin əddi ortasını hesablayır və cavab eləyəcək bu da C bəndə. Düppələm düzdür. 34-cü sualda. Bura qəşəng sual qoymuşam. Baxın, A informatika, C firmadır, D-də itdir. S də bərabər dırnaqda boşdur. For x in A. A-nın bir elementləri götürür. Əgər x in C element C-də varsa və həmin element D-də yoxsa, onda onlara app edir. Bax, bura nə yazıram? I, N, F, O, R, M, A, T, I, K, A. Yazdım bura. Birinci mənə nə deyir? Deyir, əgər element C-də, deməli, for in A-dan bir-bir götürür. Hansı element C-də varsa və D-də yoxsa, onları böyüt. C-də olub D-də olmayan elementləri gəlin böyüdəyin. Hansılardır? F-dır, R-dır, M-dır, A-dır. Bunları böyüdək. F-nı böyüdək, R-nı böyüdək, M-nı böyüdək, A-nı böyüdək, bunu da böyüdək. Yəni C-də olub D-də olmayan bunlardır da. Bunları böyütdüm. Əks halda element C-də yoxdursa, yalnız D-dədirsə yerinə tire qoy. Yəni C-də olmayıb ancaq D-də olan bir dənə T-dır da. Onda yəni tireni qoydum. Yerdə qalanlarda elsə olduğu kimi gəl x-in üzərinə. Yəni i-nı gəl olduğu kimi, o-nu gəl olduğu kimi, düzdürmü? İ-k-nı gəl olduğu kimi. Qutardı getdi. Hazır. Hardadır bu eybədir yazdır. Bir daha eybəndə. 35-ci sual. O 35-ci suala baxaq. Deməli, bu sualda birincisi faiz ondan 2/10'u burada vermişəm mən. Faiz ondan 2/10. Bu ədədən rəqəmlərini dənələyəcək. Yəni Q-yə bir dəfə arxadan qabağa 1 verəcək. Bir dəfə 8, bir dəfə 7, bir dəfə 2, bir dəfə 9, bir dəfə də 4 verəcək. İndi fikir verin. Ədədi verdim, düzdürmü? Ədəd cütdürmü? Götürürəm 1-i. 1 cütdürmü? Xeyr, təkdir. Düşürəm LC-yə. M-dən Q-nü çıxıram, 1-i çıxıram, -1 eləyir. C-ni 2 fayda artıram, edir 3. Qalxıram, 8 verirəm. 8 cütdür. Onda M-in -1-in üzərinə gəlirəm nəyi? 8 vurulsun 2, 8 vurulsun 3-ü. Yəni 24-ə. Düzdürmü? Bu elədir 23. Sonra C-ni 3 qədər artır, 3 dəfə artırıram. Bu elədir 9. Artıq bu qiymətləri unudaq. 7 verək, təkdir. Gələk LC-yə. 23-dən çıxanda 7-ni nə eləyəcək? 16, düzdürmü? Çünki mən 23-dən çıxanda 7-ni 16 eləyir. C-ni də 2 byte artıracam, eləyəcək 11. Bu qiymətləri unudaq artıq da. 2 nədir? Cütdür. Gələk bura. 16-nın üzərinə gələk, Q-nü vuranda C-yə. 2-ni vuranda, bir dəqiqə, 2-ni vuranda buna. 2-ni vuranda 11-ə. Düzdürmü? Nə eləsin? 22, bu elədi 38. C-ni də 3-ə vuranda eləyəcək 33. Bunları unudaq artıq. 9 nədə təkdir? Düşək aşağı. Aşağı düşəndə 38-dən çıxaq 9-u. Neçə eləsin? 29. 33-ü də üzərinə 2 gələndə bu neçə eləyəcək? 35. Düzdürmü? Bu getdi. Bunları unudaq. Son qiymətlər bunlardır. 4-ə verəndə, deməli, son qiymət neçədir burada? 29-un üzərinə gələk. 4, 4, 5, 20, 3, 4, 12, 140. Düzdürmü? Nalı 169 elədi də. Elədi. Cavab deyil bəndə 35-ci sualda.
Sonra 36-cı sual. 36 qəşəng sualdır. 36 qəşəng sualdır, canlılara dəyən sualdır, yazmalı sualdır. Baxın burada. I bərabərdir 0-a. Düzdürmü? Kant da bərabərdir 0-a. I nə vaxta kimi 7-dən böyükdürsə, görə i hansı qiymətləri alır bu ayılda? Bir dəfə 0-ı görür, bir dəfə 1-i görür, bir dəfə 2-ni görür, bir dəfə 3-ü görür, bir dəfə 4-ü, bir dəfə 5-i, bir dəfə 6-ı görür. Baxın. I-ni 2-yə böləndə cütdürsə, yəni 0, 2, 4, 6 qiymətlərini neyinir? I-nin qiymətlərini 1 vaid artı vururam ulduza. Bilirsiniz də, ədədi ulduza vurmaq, dırnadakı ulduza vurmaq, yəni avtomatik ulduzların sayını ədəd qədər artırmaq deməkdir də. Yəni burada cüt qiymətlərin üzərinə 1 gəlib toplayanda bu printdə gedən ulduzların sayını tapmış olacaq. 0-ın üstə 1 gələndə 1, üstə gəlsin. 2-nin üstə 1 gələndə 3, üstə gəlsin. 4-ün üstə 1 gələndə 5, 6-ın üstə 1 gələndə 7. Bu nə elədir? 16-dan ulduz burada. İndi gəldirəm bu hissəyə. Deməli, nə vaxt ödəmir LC-də? Hansı qiymətlərində? 1, 3, 5 qiymətlərini ödəmir. Bunlar da 2-yə üzərinə 2 gəlib ulduza vuranda, yəni bunların say qədər ulduzun atması deməkdir. Onda 2 üstə gəlinsin 2 artır 5, üstə gəlsin 7. Bu nə eləyəcək? 14 də bu elədir. Düzdür? Yine qulaq asın. Bu elədi 30. Amma bu eləməlidir 31. Hardsa 1-in itirdik. Görə harda itirdik? 0-ın üstə 1 gələndə 1. 2-ün üstə 1 gələndə 3. 4-ün üstə 1 gələndə 5. 6-ın üstə 1 gələndə 7. 16 o elədi, o getdi. 1-in üstə 2 gələndə, 1-in üstə 2 gələndə 3 eləyir. Mən bura 2 yazmışam. 5'dir, 15'dir. Bu da 31. Yəni saat 4'dür 5'ə işləyir. Ola bilər belə bir hallar. 37-ci sual. Bunlar asandır. Axırlar asan qoymuyorum. Şərt operatorları. Deməli, burada 53'ü verdim mən bura. Düzdürmü? 53 aldım. 53 alandan sonra 53 böyükdür 50-dən. Bəli, 53 50-dən böyükdür. Bu doğrudur. 53'ü ona böləndə qalıq 0 eləmir. Not bunu tur edir və bu şərt doğru sayılır. Düşürəm bu ifə. 53'ü bölənə qalıq 0 etmədiyi üçün bu ət də ödəmir. Düşürəm elifə. 53'ü 2-yə bölənə qalıq 0 etmədiyi üçün düşürəm elsiyə. Və 53'dən çıxıran 5'i eləyəcək 48 və cavab eləyəcək C bəndə. 38-ci sual. Baxaq 38-ə. A 24'dür. Verə bura 24'dür. Ona böləndə 2 eləyəcək, qalığı isə 4 eləyəcək. 2-nin 2-yə böləndə qalıq 0 eləyirmi? Bəli. S-ni vururam 2-yə. Eləyir 8. Düşürəm bu ifə. 8 böyükdürmü 24'dən? Xeyr. Gəlirəm LC-yə. 24'dən 8 toplayanda eləyəcək 32 və cavab eləyəcək D bəndə. Gəlirik 39-cu suala. 39'da nə deyir bizə? X 20, Y 5'dir. 25'dən böyükdürmü? Bəli. 20'dən 5 çıxanda eləyəcək 15. 15'i 2-yə böləndə qalıq 0 eləyirmi? Xeyr. Düşürəm LC-yə. X-in qiyməti 15'dir, Y-in son qiyməti də 5'dir. Bunları toplayanda eləyəcək 20. 15 ilə 20. 15, 20 hardadır? Burada da cavab deyil bəndə. Və nəhayət gəlirik 40-cı suala. Və 40-cı sual. Bu da şərt operatordur. Nə deyir görək? 7'ni verdim bura. 2-yə böləndə qalıq 0 eləmir? Xeyr. Düşürəm LC. 7'in üstə 5 gələndə elədi 12. 13'ün 3-ə böləndə qalıq 0 eləyirmi? Bəli. 13'ünü böləndə 3 eləyəcək 4. Hansı bəndə eləyəcək? B bəndə. Əziz müəllimlər, bax bu da MIG 8-də, üssü 8-də istifadə olunmuş informasiya suallarının izahı. Sağ olun, növbəti sınavlarda görüşərik.